Salam əziz dinləyicilər. Bu həftə biz müqəddəs kitabı necə araşdırmalı olduğumuzu müzakirə edəcəyik. Yəqin ki, çoxumuzun evində, rəflərin birində bir müqəddəs kitab var. Amma gəlin etiraf edək, ona sadəcə sahib olmaqla onu həyatımızı dəyişdirən bir qüvvə kimi həqiqətən yaşamaq arasında böyük bir fərq var. Elə deyilmi? Bugün biz məhz bu səyahətdən danışacağıq. Necə edək ki, müqəddəs kitab rəfdə toz basan bir kitabdan çıxıb, gündəlik həyatımızın canlı nəfəs alan bir parçasına çevrilsin. Bu sual sizə tanış gəldisə, bilin ki, qətiyyən tək deyilsiniz. Bu çox yayılmış bir haldır. Bəzən həyat o qədər təlaşlı olur ki, Allahın kəlamına vaxt ayırmaq demək olar ki, qeyri-mümkün görünür. Bəzən də sadəcə haradan başlayacağımızı bilmirik. Amma narahat olmayın. Bu işin çox praktik həll yolları var. Baxın, bizim məqsədimiz bu iki yanaşma arasındakı körpünü qurmaqdır. Hədəfimiz odur ki, müqəddəs kitaba sadə, başqa bir kitab kimi yox, həyatımızdakı ən qiymətli xəzinələrdən biri kimi baxmağa başlayasınız. Gəlin birlikdə bu xəzinə sandığının qapağını qaldıraq. İlk olaraq, rəfdəki xəzinədən danışaq. Çünki çox vaxt ən böyük dəyər düz gözümüzün qabağında olur. Amma biz ondan necə faydalanacağımızı bilmirik. Potensial oradadır. Sadəcə onu necə üzə çıxaracağımızı öyrənməliyik. Martin Luther'in bu sözləri möhtəşəmdir, elə deyilmi? Bu müqəddəs kitaba olan münasibəti o qədər gözəl təsvir edir ki, o sadəcə səthi oxumaqla kifayətlənməyib. Yox, o sanki bir ağacın hər budağını sirkələyib ki, bircə meyvə də gözdən qaçmasın. Çünki bilirdi ki, orada kəşf edilməyi gözləyən saysız-hesabsız həqiqətlər var. Yaxşı, bəs biz belə bir dərinliyə necə çata bilərik? Hər şey möhkəm bir təməl qurmaqdan başlayır. İndi gəlin araşdırmanı gündəlik bir vərdişə çevirmək üçün lazım olan 3 təməl suala cavab axtaraq. Niyə, nə vaxt və harada? Bütün sualların ən vacibi əlbəttə ki, niyədir. Əgər məqsədimizi düzgün müəyyən etməsək, motivasiyamız çox tez tükənəcək. Unutmayın, bütün məsələnin kökü budur. Müqəddəs kitabı araşdırmanın əsas məqsədi sadəcə bilik yığmaq, faktları əzbərləmək deyil. Əsas məqsəd Allahı daha dərindən tanımaq və onunla şəxsi canlı bir münasibət qurmaqdır. Hər şey bu münasibətin ətrafında fırlanır. Bu o qədər vacib bir xəbərdarlıqdır ki, bəzən özümüzü məcbur edirik ki, gərək bugün filan qədər fəsil oxuyum və sürətlə vərəqləyirik. Amma məsələ sürətdə deyil, dərinlikdədir. Üzərində dərindən düşündüyünüz bir neçə ayə, tələsik oxuduğunuz bir neçə fəsildən qat-qat daha dəyərlidir. Allahla vaxt keçirmək keyfiyyət tələb edir, kəmiyyət yox. Yaxşı, bəs bu keyfiyyətli vaxtı necə tapa bilərik? Gəlin bir neçə praktiki addıma baxaq. Birincisi, bu arzunun özü üçün dua edin. Deyin ki, Allahım, mənə kəlamını sevmək və onu araşdırmaq üçün bir susuzluq ver. İkincisi, cədvəlinizdə konkret bir vaxt təyin edin və bütün planlarınızı Allaha təslim edərək onun rəhbərliyini istəyin. Və ən əsası, səbirli olun. Unutmayın, yeni bir vərdişin yaranması üçün təxminən 21 gün, yəni 3 həftə vaxt lazımdır. Müqəddəs ruhun köməyi ilə bu tamamilə mümkündür. Vaxt ayırmaq üçün ən böyük nümunəmiz kimdir? Əlbəttə, İsa Məsihin özü. Markın müjdəsi onun günə necə başladığını bizə göstərir. Səhər çox erkən, hələ qaranlıq ikən. Bir düşünün, günəş hələ doğmamış. Bəs İsa nə edirdi? Ayənin davamı hər şeyi aydınlaşdırır. O, atası ilə tək qalmaq üçün tənha bir yerə gedirdi. Fikir verin, əgər Allahın oğlu bu qədər gərgin xidmətinin içində günə başlamaq üçün bu sakit vaxta ehtiyac duyurdusa, bizim buna nə qədər daha çox ehtiyacımız var? Onun prioriteti bəlli idi. Atası ilə ünsiyyət. Vaxtla yanaşı məkan da çox önəmlidir. Özünüzə məxsus sakit bir güşə tapın. Bu pəncərənin qırağındakı sevimli kreslonuz ola bilər. Ya da sadəcə mətbəx masasının bir küncü. Hər gün eyni yerə getmək beyninizə və ruhunuza bir siqnal göndərir. İndi Allahla görüş vaxtıdır. Və birdən bir gün ötürsəniz, heç nə olmaz. Ruhdan düşməyin. Sadəcə ertəsi gün yenidən başlayın. Yaxşı, artıq vaxtımızı və məkanımızı təyin etmişik. İndi ən maraqlı hissəyə gəldik. Sadəcə oxumaqdan həqiqi mənada araşdırmağa, yəni daha dərinə getməyə keçirik. Əsl xəzinə məhz bu dərinlikdə tapılır. Hər şeydən, amma hər şeydən əvvəl dua. Bu araşdırmanın açarıdır. Müqəddəs kitabı açmazdan əvvəl bir anlıq dayanın və müqəddəs ruhdan zehninizi açmasını, sizə yol göstərməsini istəyin.
Çünki bu sadəcə intellektual bir məşğuliyyət deyil, bu ruhani bir təcrübədir və bu yolda ən yaxşı bələdçimiz müqəddəs ruhdur. İndi gəlin çox praktik 7 adımlı bir metoda baxaq. Birincisi, dediyimiz kimi dua ilə başlayın. 2. Qısa bir parça seçin, bütün fəsli yox. 3. Seçdiyiniz parçanı bir dəftərə köçürün. Bu sizi yavaşlamağa və hər sözə diqqət yetirməyə məcbur edəcək. 4. Dua ilə yenidən oxuyun və vacib hesab etdiyiniz sözlərin, fikirlərin altından xətt çəkin. 5. Bu fikirlərin sizin üçün nə məna kəsb etdiyini yazın. 6. Bu yazdıqlarınız üçün dua edin və bunların həyatınıza necə tətbiq oluna biləcəyini düşünün. Və nəhayət, 7-ci addım. Düşünün bugün öyrəndiklərinizi kiminlə bölüşə bilərsiniz. Bu həm öyrəndiklərinizi möhkəmləndirir, həm də başqasına bir xeyir-dua olur. Yaxşı, bütün bu şeyləri göstərdik. Bəs nəticə nə olur? Mükafat nədir? İlk və ən vacib mükafat odur ki, Allahın kəlamının ruhumuz üçün necə bir ləzzətə və necə bir şirinliyə çevrildiyini kəşf edirik. Zəbur yazarı Allahın kəlamını balla müqayisə edir. Bu sadəcə poetik bir bənzətmə deyil, bu bir reallıqdır. Allahın həqiqətləri ruhumuzu doyuranda, ürəyimizə təsəlli verəndə, bu həqiqətən dünyadakı hər hansı bir ləzzətdən daha şirin bir təcrübəyə çevrilir. Yeşaya peyğəmbər vasitəsilə Allah sanki bizi çağırır. Ey susayanlar, hamınız suların yanına gəlin. İmkanı olmayanlar, siz də gəlin. Bu dəvət fiziki yemək haqqında deyil, ruhumuzun aclığını və susuzluğunu yatıran ruhani qidadan, yəni onun kəlamından bəhs edir. Amma mükafat bununla da bitmir. Müqəddəs kitabı araşdırmağın gözəlliyi ondadır ki, aldığımız xeyir-dualar təkcə bizim üçün deyil, Allah onları bizə verir ki, biz də başqaları ilə bölüşək. Bu mənim 2 qat xeyir-dua adlandırdığım bir prinsipdir. Yəni, Allahın kəlamından aldığımız bərəkət həm içimizə doğru axır, həm də bizdən çölə, başqalarına doğru yönəlir. Bax, bu 2 qat xeyir-dua belə işləyir. Birincisi, Allahın kəlamı sizi şəxsən möhkəmləndirir, imanınızı dərinləşdirir, çətin anlarda sizə bir dayaq olur. Bu sizin üçündür. İkincisi isə sizi başqaları üçün bir ümid və təşviq mənbəyi olmağa hazırlayır. Yəni, siz Allahdan aldıqlarınızı başqalarına ötürən bir kanala çevrilirsiniz və bu da Allahın möhtəşəm vədidir. Onun kəlamına sərf etdiyiniz heç bir saniyə, heç bir an boşa getmir. Onun kəlamı həmişə bir məqsədə xidmət edir və həm sizin həyatınızda, həm də sizin vasitənizlə başqalarının həyatında öz məqsədini 100% yerinə yetirəcək. Bu güvənə biləcəyimiz bir zəmanətdir. Beləliklə, bütün bu məlumatların sonunda sizə sadə bir sual vermək istəyirəm. Bu səyahətə başlamaq və ya bəlkə də onu daha ciddi davam etdirmək üçün bugün, elə indi edə biləcəyiniz bir dənə kiçik, amma konkret addım nədir? Bəlkə bu sadəcə sabah üçün zəngli saatı 10 dəqiqə əvvələ qurmaqdır. Bəlkə də özünüzə sakit bir guşə seçməkdir. Seçiminiz nə olursa olsun, əsas odur ki, bugün başlayasınız. Dinlədiyiniz üçün təşəkkürlər.